Hello əzizlərim. Üzümü göstərmək istəyirəm. Dünən gördünüz ki, Ulduz xanımın yanına mezoya getdim. Göyərikliyi də azdır. Mezodan sonra bir neçə gün göyərikliyi ola bilər. Onu da kanalla örtə bilərsiniz. Üzümdə heç bir kosmetika yoxdur. Heç nəmləndirici də hələ çəkməmişəm. Yəni ki, xırda qırışları açır. Vitaminlə təmin edir, nəmləndirir üzü mezoterapiya. Tək mezoterapiya eləmir Ulduz xanım. Bütün üzə, gözəlliyə aid nə prosedurlar var, botokslar, dolğular, fillerlər, nə bilim, vesair və ilaxır edir. Ondan başqa hələ mən sizə deyim ki, düzdür, özü hərdən edir onu. Qaş permanent elə bilər, gözüstü permanent, dodaq permanent, nə istəsəz eləyir. Amma mənə yox, Ulduz xanımın adı, Ulduz xanımın özünə buralarda qeyd edəcəm. YouTube'a getsə, infoboxda qeyd edəcəm ya da mesajda. Orada müraciət edə bilərsiniz. Yeni prosedur haqqında və qiyməti haqqında maraqlana bilərsiniz. Çox asan yerdədir Ulduz xanımın yeri. Deməli, inşaatçılarda Ağçiçəyimlə üzbəüz bina var. Onun ikinci mərtəbəsində görəcəksiniz, elə binanın üstündə yazılıb ki, Ulduz Estetik Mərkəzi. Hələ orada aptek var. Aptekin yanındakı pilləkənlə qalxırsınız yuxarı. Hə, inşaatçılara nə ilə gəlirlər, onu uca navigatorda, Google-da baxarsınız. O bəzi izləyicilərin, mən nə bilim, mən sizin üçün navigator deyiləm, bəna deyiləm. Şəhərin hansı başından və yaxud harda nə ilə gəlir, amma mən nə bilim nə ilə gəlirlər. Hə, yerində dediyim, qalan bütün prosedurlar, qiymətlər barədə Ulduz xanımın özünə müraciət edin. Hello, gedirik Səlimlə şəhərə, hara gedirik bir Allah bilir. Səlimin gülmək krizi tutmuşdu, indi düzəldi, dayanmadan gülür. Nəyə gülürsən aşkım? Hə mama həyat? Aşkım, və publika oynayan oğlan deyil, bu səhərdən gülmək krizi tutan deyil. Oldu skromlu da skromlu. Gəldik, çıxdıq sahilə. Əslində planlarımız başqa idi. Səlim bəyəfəndi gətirdilər. Səlimlə getməli idik bulvara. Mən istəyirdim onu Venesiya falan aparım. Səlim müəllim neylədi? Səlim müəllim məni daxtdı. Siz bizim metroda görəydiniz ki, mən metroya gedirəm. Nə var, 2 dəfədir metroya gedirəm. Bu autistlərin xasiyyəti də bir yerə getdilər. Nəysə, qolumdan qolbağım açıldı, qışqırım götürdü. Səlim mənə şiddət öyrətdi, gətirdim. Hələ çıxmaq istəyirdim, polisə dedim ki, üzürlü sayı, dedi, yox, görəm. Dedi, yox, girməliyəm metroya. Mən planlarımda metro deyilən şey yox idi da. İstəyirdim gedim görüm Venetsiyada boşdursa Venetsiyada mindirim bunu lotkaya Səlim müəllimi. Sultan Səlimi alınmadı rəis. İndi vallahi hara gedirik bilmirəm. Görüm. Burada həmişə elə qəşəng güllər olur. Adamın ürəyi açılır. Çox qəşəng güllərdir. Çox qəşəng güllər olur burada. Gəldik, çıxdıq Malakan bağına. Qəşəng. Gəlsən. Adı yadımdan çıxdı. Restoran. Nə süddür. Hə, südü var deyəsən. Südü yadımdan çıxdı. Səlimlə də huş qoyub ki. Hə, gəldik. Onsa bu restoran tez-tez arendası dəyişir. Gəldik, çıxdıq. Malakan bağına çox qəşəng eləyiblər. Yəni bir o qədər dəyişiklik olmayıb. Sadəcə böyüdüblər. Sonra şey oldu. Adı yadımdan çıxıb. Deyək də. İndi deyib baxım deyəcəm. Süd, öz süd. Deyirəm də südü var. Yadımdan çıxıb. Öz süd. Burada baxın, səməni var, kösa var, Superman var, Bahar qızı var, Keçəl var. Animatorlarda əlbəttə ki. Bugün yarmarkada daha çox adam var. Nəinki o gün bayram günündə. Cəmaat artıq şəhərə qayıdır ona görə. Torpaq halimdə, bahar ürəyimdə. Almışam çibab, yadınıza gəlir. O burada dəfə göstərmişdim çibab. Səlimlə oturub indi çibab yiyəcəyik. Çibab. Buranın qalereyasında göstərim. Görün nə qəşəng şəkillər. Şey havadır. Bax o yasəmənli natürmortu, narlı natürmortu. O şey hamısını sevdim. Qəşəngdir. Baxın. Elə bu steni lap çox sevdim. Nasıl yedik, yeyə çəkə bilmədim. Çünki çibab ortada gedəcəkdi. Üstdən başdan da olacaqdı. Belə hələ ki oturmuşuq burada. Profda yox, yeni gələn kitablara baxırıq.
Qəşəng kitablar var, amma mən öz kitablarımı oxumub qurtarmamışam. Escher. Bu da biri xoşum gəldi. Budka Поцелуев deyirlər, o desən onun Netflix serialı da olmalıdır. Baxmamışam. Tatyana Ustinova çox qəşəng yazır. Oxşardı, amma qəşəng yazır. Professor Səlim gördüyünüz kimi elə bəlidir ki, özüm də dik atıldım, daha heç nə çəkə bilmədim, amma 2 dənə kitab götürdük. Daha əl uzatmadığı yer qalmadı. Əllərinə qurban olaram, Səlimin əlləri var olsun. Hər şeyi var olsun, hər yeri var olsun. Bütün əzaları, əlləri, hamısı var olsun. Biraz dava elədik. Deyir, kitaba baxma. Əsəbidir. 2 dənə balaca kitab aldıq və çıxdıq. Əlimlə oturduq Afunduk bağında. Şu kitabları göstərim 5 dəqiqəlik və gedək. Deməli, qiymət soruşmağı sevənlər, hərəsini 5.90 almışam. Charlotte Bronte və Charlie adında, Emil'in bu xanım yazıb Cenairo'da. В большом провинциальном английском городке действует жестокая тайна общества, плетутся интриги, хранятся опасные тайны самых богатых и респектабельных semeyst. Deməli, İngiltərənin provinsiyasında çox belə zalım bir gizli cəmiyyət var. Və o cəmiyyətdə 2 qadının taleyi, 2 qadının draması var. Biri kasıb Carolina Hellstone, kasıb və yetim. Digəri də gizlin aşıq olan, fabrikant Mura gizlin aşıq olan Shirley Kildare haqqındadır. Hansı ki, ürəyini qardaşı Mura verir. Yəni, maraqlı bir kitabı oxşuyur. Sarajevo'nun Fiyalki Martisi, Mart mənəkşiləri türkçədir, Mart bənövşələri desən 3 dildə də var, bu da 5.90-adır. Emily Wilson adlı bir xanımın həyatındandır. Hansı ki, çox uğurlu olur, amma bir qara zolağı başlayır həyatında və gedir nənəsinin evinə. Bunu da tərifləyirlər, baxaq. Afunduk bağında oturmuşuq, gerək oraya gedək. Oraya getməyə heyimiz yoxdur, valla. Oturub Librovda deməli kartla ödədim. Bir soruşmurlar ki, kredit kartı ilə ödəyirsən, yəni ABB-ni soxublar. Deyirəm, deyirəm, bölürsünüz. ABB-ni verdi. Bir soruşdu, bilsəydim kapitalda da mən bölə bilirəm. Mən böləndə 12 aycın bölmə olur. Amma elə bir faiz çıxır. Bir soruşun da, bu kartla ödəniş varsa soruşun ki, kredit kartıdır, hansı bankın kartıdır, yaxşı taksiti soruşmursunuz cəhənnəm. Heç olmasa soruşun hansı bankın kartıdır. Dəhşətdirlər, dəhşət. Mən bölə bilərəm, amma mən böləndə üzəstarından baha başı gəlir. Amma mənə böldürəndə rahat olur da.